Amid və Dizrəv döyüşlərinə aid oxşar cəhət. Amid döyüşü 359-cu ildə, Dizrəv döyüşü isə 371-ci ildə baş veribdir. Hər iki döyüşdə Alban və Sasanilərin birləşmiş qüvvələri Romalılara qarşı mübarizə aparıblar. Albanların Sasanilərin müttəfiqi olması. Doğrudur. Cavab A-bəndir. Digərlərinə də baxaq. Sasani və Qərbi Roma imperiyaları arasında baş verməsi. Roma 295-ci ildə şərqə və qərbə parçalandı. Amid və Dizrəv döyüşləri zamanı Roma bütöv halda idi. Parçalanmamışdı. Sasanilərin qalib gəlməsi. Amid döyüşündə qalib gəlsələr də Dizrəv döyüşündə məğlub olubdular. Dizrəv döyüşündə qalib gələn Romalılar olubdu. Romalılar isə Amiddə məğlub olubdular. Ona görə D-bəndi də deyil, alanların Albanlara kömək etməsi. Nə Amid döyüşündə, nə də Dizrəv döyüşündə alanlar Albanlara kömək etməyibdi. Cavab A-bəndi.